Salam, əziz müəllimlər və şagirdlər. Hər birinizi xoş gördük. Bugün sizlərlə elektromaqnit sahəsinin test A variantını izah etmişəm. İndi isə test B variantının olan sualları sizlərlə izah edəcəm. Əgər test A variantının suallarına baxmaq istəyirsinizsə, bundan əvvəlki videoya baxa bilərsiniz. İndi isə başlayaq test B-dən olan suallarımızla. İlk öncə sxemi tamamlayın. Tutumları C1 və C2 olan kondensatorların birləşmələri iki cür ola bilər. Ardıcıl birləşmə və paralel birləşmə. İlk öncə bura qeyd edirəm paralel. Bu hissəyə qeyd edirəm ardıcıl. Paralel birləşmə zamanı yüklər toplanır. U-lar bir-birlərinə bərabərdir. C-lərin qiyməti isə toplanmış olur C1 plus C2-yə. Yenə burada əgər C1 C2-yə bərabərdirsə, o zaman C paralel bərabərdir. Birini götürüb sayına vurmağımız kifayət edəcəkdir. Ardıcıl birləşmədə yüklər sabitdir. Gərginliklər toplanır U1 plus U2-yə. C-lərin isə qiyməti C1 vurulsun C2 bölünsün C1 plus C2 şəklində ifadə olunur. Yenə ardıcıl birləşmə zamanı əgər C1 C2-yə bərabər olarsa, bu zaman C ardıcıl bərabər olmuş olacaqdır. Birini götürüb sayına bölməyimiz kifayət edəcəkdir. Davam edirəm 2 nömrəli sualımızdan. Eylerven diaqramında uyğun bəndləri müəyyən edin. Biri elektrostatik sahədir, biri isə burulğanlı elektrik sahəsidir. Deməli, sükunətli elektrik yükləri yaradır, elektrostatik sahə, dəyişən maqnit sahəsi yaradır. Maqnit sahəsi nə öyrənmişdik? Burulğanlı sahə olduğunu. Deməli, 2 aiddir bura. Qüvvə xətləri qapalıdır, burulğanlıda. Potensiallı sahədir, ekvipotensial, yəni elektrostatik səthlər, ekvipotensial səthlərdir. Daha sonra qapalı trayektoriyada gördüyü iş sıfırdan fərqlidir. Bu maqnit sahəsinə aiddir, yəni burulğanlı elektrik sahəsi. Qüvvə xətləri müsbət yükdə başlayıb, mənfi yükdə qurtarır. Bu elektrostatik sahəyə uyğundur. Bu sahə naqildəki sərbəst elektronlara təsir edərək onları nizamlı hərəkətə gətirir. Bu isə hər ikisinə həm elektrostatik sahə, həm də ki burulğanlı elektrik sahəsinə uyğun gəlmiş olacaqdır. Davam edirəm 3 nömrəli sualımıza. Sxemdəki lampalarla diaqramdakı parlaqlıqlar arasında uyğunluğu müəyyən edin. İlk öncə burada müqaviməti hesablasam, məsələn yazıram R, L üçün müqaviməti hesablasam, Rho 3, L0 bölünsün S olur. Buna bir 3R deyirəm. Rho R, M üçün tapsam, yazıram Rho L0 bölünsün 2S-ə, bu da bərabər olmuş olacaqdır R bölünsün 2-yə. R, N nöqtəsi üçün tapdıqda isə 2L0 Rho bölünsün S yazıram. Bu da bərabər olmuş olacaqdır 2R-ə. Harada ki, müqavimət çoxdursa, orada mütləq şəkildə cəryan şiddəti az olmuş olacaqdır və bu da lampanın parlaqlığına təsir etmiş olacaqdır. Onda buradakı müqavimətin birinə dedik ki, 2R-dir. Buradakı müqavimətə isə R bölünsün 2 dedik. Bu hissə paralel birləşmə olduğuna görə buradakı cəryan şiddətləri ilə müqavimətlər bir-birindən tərs mütənasibətli olmuş olacaqdır. O zaman buradan əgər I cəryanı keçirsə, buradan 4I qədər cəryan şiddəti keçməlidir. Ümumilikdə L-dən deməli 5I qədər cəryan şiddəti keçər. Onda L-in parlaqlığı ən böyük olmuş olacaqdır, yəni 2. M-in parlaqlığı M-dən keçən 4I olduğuna görə ortada, yəni 1. N olan hissədə isə I qədər cəryan şiddəti keçdiyinə görə bunun parlaqlığı da ən kiçik olmuş olar. Davam edirəm növbəti 4 nömrəli sualımızdan. Zərrəciklərin sürətləri və periodları arasında hansı münasibət doğrudur? Belə ki, sürətin ifadəsi V bərabərdir. Q, B, R bölünsün M ifadəsidir. Burada əgər biz qəbul eləsək ki, Q1 böyükdür, plus deməyək, Q1 böyükdür Q2 üçündən. Bu şərt daxilində ancaq təyin edə bilərik. Onda
Q1 yükü Q2-dən böyüksə, məsələn, Q2-nin yükünə 2 deyirəm, bu birisinə 1 deyirəm. Onda sürət üçün yazanda yazıram 2 bölünsün 1, bu da bərabərdir 2-yə. Period üçün yazdıqda isə periodda T bərabərdir 2 pm bölünsün QB-dir. Bu zaman yüklə tərs asılı olduğuna görə bu 1 bölünsün 2, yəni 0,5 vermiş olacaqdır. Bu dimin cavabına əsasəndir. Amma ki, burada yükün hansı yük olmağını, hansının böyük, hansının kiçik olmağı haqqında hər hansı bir məlumat yoxdur. Yəni, sadəcə olaraq biz düsturu yazıb burada olduğu formada saxlamalıydıq. Amma verilən cavaba əsaslanaraq mən Q1-in yükünü Q2-dən böyük götürdüm. Davam edirəm 5 nömrəli sualımızla. Bir cins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar istiqamətdə cəryanlı naqil yerləşdirilir. Cəryanın istiqaməti şəkil müstəvisindən bizə doğrudur. Bu zaman 1, 2, 3 və 4 nöqtələrində yekun maqnit induksiyası modulları arasında hansı münasibət doğrudur? İlk öncə biz onu təyin edirik ki, əgər nöqtə formasındadırsa, sağ əlimizə baş barmağımızı özümüz görürük. Bu zaman 4 barmağımızın hərəkət istiqaməti saat əqrəbin hərəkət istiqamətində olmuş olacaqdır. Bunu əzbər olaraq da yadda saxlaya bilərsiniz və yaxud sağ əl qaydasına əsasən də təyin edə bilərsiniz. Buradan baxıram ki, 1 ilə B maqnit induksiyası, yəni sahənin özündə olan B maqnit induksiyası bir-birlərinə əksdir. O zaman elə B1 üçün birbaşa yazıram 0, çünki əks istiqamətli olanda çıxılırlar. Baxıram B2 nöqtəsinə. B2 nöqtəsi ilə həmin bu sahənin özündə olan B perpendikulyardır. O zaman B2 bərabər olmuş olur kök 6. B kvadratı plus B kvadratı Pifaqor teoremi. Bu da bərabər olmuş olacaqdır kökdə 2 B-yə. Həmçinin B4 üçün də bu şərt ödənər ki, kökdə 2 B-yə bərabər olmuş olsun. B3 nöqtəsinə baxdıqda isə B3 nöqtəsi üçün sahənin özünün yaratdığı bir cins B maqnit induksiyası ilə eyni istiqamətli olduqlarına görə toplanıb 2B-yə bərabər olmuş olur. Onda burada da deyə bilərik ki, B3 böyükdür, B2 bərabərdir B4-ə. Bunlar da böyük olmuş olacaqdır B1-dən. Davam edirəm. 6 nömrəli sualımız yenə ardıcıllıqdır. İlk öncə onu qeyd edək ki, görülən iş A bərabərdir QY D kosinüs alfadır. Kosinüs də 90 dərəcə bucaq altına yönəltdə mütləq şəkildə görülən iş 0-a bərabərdir. Əgər mən müsbət yükü sahənin intensivli istiqamətinə hərəkət elətdirirəmsə, bu halda görülən iş müsbətdir. Sahənin intensivliyinin əksi istiqamətinə hərəkət edir, yəni müsbətə doğru aparıramsa, müsbəti bu zaman görülən işim mənfi olmuş olacaqdır. Bu zaman bu ardıcılığı sizlər üçün saxlayıram. Ardıcıllığınız B olacaqdır. 4, 7, 3, 8, 2, 6, 7, 5, 9 və 1. Davam edirəm 7 nömrəli sualımızla. Hər birinin tutumu 6 mikrofarad olan 3 kondensator müxtəlif formada birləşdirilib. Hər birləşməyə uyğun yekun tutumu hesablayın. İlk öncə ardıcıl birləşmə olduğuna görə buraya eləyir C bölünsün 2. Həmin bu C bölünsün 2 ilə C paralel birləşir. O zaman yazıram C plus C bölünsün 2. Bu da bərabər olmuş olacaqdır 3C bölünsün 2. Bu da bərabərdir. C-nin qiymətini 6 verdiyinə görə 3 vurulsun 6 bölünsün 2. Bu da bərabər olmuş olacaqdır 9-a. Burada oldu 9. Şəkil 2-də 3 dənəsi ardıcıl birləşib. O zaman yazıram C bölünsün 3. Bu da bərabər olmuş olacaqdır 3 bölünsün 3-dən 1-ə bərabər olmuş olacaqdır. Sonra davam edirəm. Şəkil 3-lə burada paralel şəkildə birləşdirilib olacaq 3C. Bu da bərabərdir 3 vurulsun 3-dən 9-a bərabər olmuş olacaqdır. Şəkil 4-ə diqqət yetirsək, bu C ilə C necə birləşibdir? Paralel, yəni 2C, həmin bu 2C ilə də C ardıcıl şəkildə birləşmiş olur. O zaman yazıram 2C vurulsun 2C, 2C plus C. Bu da bərabər olmuş olacaqdır 2C kvadratı bölünsün 3C-yə. C-lərin biri getsə, bizə qalır 2C böl 3. Bu da bərabərdir 2 vurulsun C-nin qiyməti 6 bölünsün 3. Bu da bərabər olmuş olacaqdır
4-ə. Yəni cavabımız da mikrofaradla verildiğine görə 4 mikrofarada bərabər olmuş olacaqdır. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 8 və 10 saylı tapşırıqları yerinə yetirin. Situasiyada deyir ki, radioverici stansiya vasitəsilə tezliyi 10 kHz olan səs dalğasını ötürmək lazımdır. Stansiyadan şüalandırılan elektromaqnit dalğasının tezliyi isə 100 MHz-dir. 8 nömrəli sualda səs dalğalarının elektromaqnit dalğası ilə ötürülməsi prosesi necə adlanır? Bu modullaşmadır. Verilişin aparıldığı elektromaqnit dalğasının dalğa uzunluğunu müəyyən edin. Bizdə tezlik varmı? Bəli. O zaman lambda bərabərdir S bölünsün nöyə. Bu da bərabər olmuş olacaqdır 3 metrə. S-nin də qiyməti bilirsiniz ki, 3 vurulsun 10^8-dir. Nö'nün də qiyməti sizə verilibdir. 10 nömrəli sualımızda radio qəbul edici və ötürücü stansiya arasındakı məsafə 2 dəfə böyük olarsa, qəbul edilən elektromaqnit dalğasının intensivliyi necə dəyişmiş olacaqdır? İntensivliyi 1 bölünsün R kvadratı ilə tərs asılıqdır. Əgər məsafəni mən 2 dəfə artırıramsa, bu zaman sahənin intensivliyi mütləq şəkildə 4 dəfə azalmış olar. Buraya yazırıq, 4 dəfə azalar. 11. Metal parçasının yükü, yəni Q bərabərdir. -3,2 vurulsun 10 üstü -16. Bu parçadakı artıq elektronların sayını hesablayın. Y də bərabərdir. -1,6 vurulsun 10 üstü -19. Belə ki, Q bərabərdir. N7 üstünün hesablama aparırıq. Əgər biz burada N-i tapsaq, N bərabər olmuş olacaqdır. Q bölünsün Y-yə, yəni 3,2 vurulsun 10 üstü -16 bölünsün 1,6 vurulsun 10 üstü -19-a. Burada da 10 üstü -6-nı aşağı yenilsə müsbət şəklində, 10 üstü -19 isə yuxarı müsbət şəklində qaldıra bilərəm. Bu zaman cavabımız 2000-ə bərabər olmuş olar. 12. Metal kürə Q yüklükdə yüklənmişdir. Elektrostatik sahənin A, B və C nöqtələrindəki intensivliklərin modulları arasında hansı münasibət doğrudur? Biz bilirik ki, kürənin daxilində sahənin intensivliyi 0-dır. O zaman yazıram YA bərabərdir 0-a və B nöqtəsinin intensivliyi C nöqtəsinin intensivliyindən daha böyükdür. Çünki uzaqlaşdıqca sahənin intensivliyi bilirik ki, azalır. Çünki Y bərabərdir K Q bölünsün R-in kvadrat ifadəsinə əsasən. Əgər R artırsa, intensivliyi mütləq şəkildə azalmalıdır. Bu zaman B böyükdür C-dən, A da 0-a bərabər olmuş olar. Baxaq görək, belə bir variantımız varmı? Bəli, D variantı ödənmiş olur. 13. Yalnız Kulon qüvvələrinin təsiri altında Q1 və Q2 yükləri necə hərəkət icra etmiş olacaqdır? Hər ikisi mənfidir, deməli bir-birlərini dəf edirlər. F ilə V də eyni istiqamətlidirsə, bu mütləq şəkildə yeniləşəndir. Amma ki, bunlar bir-birlərindən uzaqlaşdığına görə radius artır. Radius artırsa, mütləq şəkildə təcilin qiyməti azalmış olur. Onda olur azalan təcillə yeniləşən hərəkət, yəni Y variantı. 14. Bir cins elektrostatik sahənin verilmiş nöqtəsindəki potensialının sahənin həmin nöqtəsində gətirilmiş Q sınaq yükündən asılı qrafiki hansıdır? Belə ki, Fi bərabərdir K Q bölünsün R üstü ilə ifadə olunur. Burada sahəyə gətirilən sınaq yükündən asılı deyil və həmçinin bu sahənin intensivliyinə də aiddir ki, sahəyə gətirilən sınaq yükündən asılı deyil. Burada mənfi nöqtəvi Q0 yükünün sahəsində müsbət Q yükü. Qapalı trayektoriya boyunca hərəkət zamanı görülən işlər arasındakı hansı münasibət doğrudur?
İlk öncə onu qeyd edək ki, ekvipotensial səthlərdə potensiallar bir-birlərinə bərabərdirsə, görülən işlər mütləq şəkildə sıfıra bərabər olmuş olacaqdır. Onda ekvipotensial səthlər 1, 2 və 3, 4 nöqtəsidir. Yəni yazıram A 1, 2 bərabərdir A 3, 4. Bunlar mütləq şəkildə sıfıra bərabərdir. Əgər mən mənfini yanına müsbət uzaqlaşdıramsa, 2-3 trayektoriyası boyunca mütləq şəkildə görülən işim mənfidir. Yaxınlaşdıramsa 4-1 istiqamətində görülən işim müsbətdir. O zaman modul daxilində bunları bir-birlərinə bərabər götürsəm, A2, 3 bərabərdir A4, 1. Bunlar da mütləq şəkildə sıfırdan fərqli olmuş olacaqdır. Bu da diqqət yetirək hansı variantdadır? A1, 2, 3, 4 sıfıra bərabərdir və digərləri də sıfırdan fərqlidir. Yəni, Y variantı ödənmiş olar. Davam edirəm 16. Bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş cəryanlı düz naqilə təsir edən amper qüvvəsinin naqildəki cəryan şiddətindən asılılıq qrafiki hansıdır? F amper bərabərdir IBL sinus alfa. Bu zaman F amper buradakı cəryan şiddətindən xətti olaraq düz mütənasib asılılıq əmələ gətirilmiş olacaqdır. Davam edirəm 17. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun yükünün lövhələri arasındakı məsafədən asılılıq qrafiki hansıdır? Lövhələrin sahələri sabitdir. O zaman Q bərabərdir C udüsturuna müraciət edəcəm. Bu da bərabər olmuş olacaqdır. Epsilon 0S bölünsün D vurulsun U-ya. S sabitdir, U sabitdir. Onda Q ilə tərs mütənasib asılılıq əmələ gətirilmiş olacaqdır. Davam edirəm 18. Proton bir cins maqnit sahəsinə şəkildə göstərildiyi kimi daxil olur. Maqnit sahəsində proton necə hərəkət etmiş olacaqdır? Maqnit sahəsinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəcik mütləq şəkildə çevrə üzrə bərabər sürətli hərəkət icra etmiş olacaqdır. Yəni, Y variantı. Davam edirəm 19-la. Deməli, ilk cəryanı axan L uzunluqlu naqil induksiyası B olan bir cism maqnit sahəsində tarazlıqdadır. Naqilin kütləsi hansı ifadə ilə təyin olunur? Bu zaman naqilin kütləsi, yəni mən F-in yerinə MC yazıram, bərabər eləyirəm IBL ifadəsinə. Buradan da ki, M istəyirsə, mən IBL ifadəsini J-yə bölərəm. Bu da hardadır? D variantında. 20. İnduktivliyi, yəni L-i elektrik hərəkət qüvvəsi 220 volt olan cəryan mənbəyinə qoşulmuşdur. Dövrəni açanındakı cəryan şiddəti 6 amper bölünsün saniyə sürəti ilə azalarsa, ümumi elektrik hərəkət qüvvəsini təyin edin. Burada azalarsa sözünə görə, bunu bir qeyd formasında saxlayın, azalarsa sözünə görə mütləq şəkildə epsilonu toplamalıyım. Onda deyirəm ki, ilk öncə epsilon bərabərdir L vurulsun delta I bölünsün delta T, bunu bizə 6 olaraq verib, yəni 5 vurulsun 6 eləyir 30. Ümumi hesablayanda əvvəldə 220 idi, sonra da 30 aldıq. 220 ilə 30-u toplayanda bizə 250-ni vermiş olacaqdır, yəni B variantı. 21 nömrəli sualda, əgər bizə təcil verilibsə, təcil qrafiki onu göstərir ki, hərəkət bərabər təcili hərəkətdir və x-ox istiqamətində baş verir. Bu zaman mənim sürət qrafikim bu formada və yaxud bu formada ola bilər. İndi epsilon da V ilə eynidir. O zaman biz V üçün yazdığımız ifadəni eyni ilə epsilona da köçürə bilərik. Bu da B variantına uyğun gəlmiş olur. Davam edirik 22 nömrəli sualımızla. Konturdan keçən maqnit selinin cəryan şiddətindən asılı qrafiki verilmişdir. Hansı fiziki kəmiyyət ədədi qiymətcə tangens alfaya bərabərdir? Belə ki, burada tangens alfa deyəndə mən f-ni mütləq şəkildə i-yə bölməliyəm. Bu da bizə vermiş olacaqdır induktivliyi, yəni L-i Y variantı ödənmiş olar. 23. Tutumları 40 mikrofarad və 10 mikrofarad olan iki kondensator ardıcı birləşib. Gəlin bunun ardıcılığını hesablamadan sonra deyəsən bu tip bir sual A variantında da var idi.
Gərginlik 120 voltdur. Sabit gərginlik mənbəyinə qoşulmuşdur. İkinci kondensatordakı gərginliyin qiymətini hesablayın. Biz bilirik ki, ardıcıl birləşmə zamanı U1 plus U2 cəmi bizə vermiş olur 120-ni. Ardıcıl birləşmə zamanı Q sabit olduğundan S U-la tərs asılıdır. Onda yazıram S2 bölünsün S1-ə. Bu da bərabərdir U1 bölünsün U2-yə. S2 dediyimiz 10, S1 dediyimiz 40. Bu da bərabərdir U1 bölünsün U2-yə. Bunlar ixtisar getsə 1 bölü 4 qalmış olacaqdır. Bu halda U2 bərabərdir 4, U1 şərti ödənmiş olar. Və əvvəldə yazdıq ki, U1 plus U2 bərabərdir 120-yə. O zaman U1 plus U2-ni yerinə yazıram 4U1 bərabərdir 120-yə. Buradan 5U1 bərabərdir 120. U1-i də tapanda bərabər olmuş olacaqdır 24-ə. Bu zaman digər üçün də təyin eləsək, əgər biri 24-dürsə, bu 120 daha 120-dən də 24-ün çıxanda mənə 96-nı vermiş olacaqdır, yəni B variantını. Və yaxud da deyə bilərsiniz ki, U2 bərabər deyil miydi 4U1-ə? O zaman 4 vurulsun 24. Bu da sizə yenə 96 volt gərginliyi vermiş olacaqdır. Davam edirəm 24 nömrəli sualımızla. Müstəvi hava kondensatorun elektrik tutumunu necə artırmaq olar? İlk öncə gəlin elektrik tutumunun düsturunu qeyd edək. Belə ki, S bərabərdir epsilon 0 S bölünsün D ifadəsinə. Gərginliyi dəyişmək hər hansı bir təsir göstərməyəcəkdir. Əgər biz tutumu artırmaq istəyirsə, mütləq şəkildə D-ni azaltmalıyıq, lövhənin sahəsini isə artırmalıyıq və elektrik daxil etməklə. 1. Məsafəni artırdıqda azalır, məsafəni bir də azaltmaq lazımdır. 1 və 3, bu da A variantında qeyd olunubdur. Davam edirəm 25. Bizə ilk öncə gəlin verilənləri qeyd edək. Yazıram ki, D bərabərdir 2,4 bərabər olmuş olar. İndi bilmirəm, tam olaraq cavab kartında cavabı yəqin ki, elə burada verdikləri kimi millici olunan ifadə etmiş olarlar. Davam edirəm 26 nömrəli sualımızla. Bizə verib induktivliyi, yəni elin qiymətini 1 Henry olan sarğacdakı cərəyan şiddəti zamana görə 1,5 minus 3T kvadratı qanunu ilə dəyişir. 3-cü saniyənin sonunda sarğacda yaranan öz-özünə induksiya elektrik hərəkət qüvvəsini hesablayın. Epsilon bərabərdir mənfi L vurulsun delta I bölünsün delta T-yə və yaxud mənfi L vurulsun I-nin zamana görə olan törəməsinə. Bu da bərabərdir. L-in qiyməti 1. Buradan I-dən törəmə alsaq, sabitin törəməsi 0. 3T kvadratının törəməsi isə bizə eləmiş olacaqdır 6. Yəni 1 vurulsun 6T. Bu da bərabərdir. 1 vurulsun 6. Zamanı da bizə 3 veribdir. Bu da eləyəcəkdir 18 volt. Davam edirəm 27 nömrəli sualımızda. Hansı ifadələr doğrudur? Cərəyanlı sarğacın maqnit sahəsi ondakı dolaqların sayından asılı deyil, xeyr, səhvdir. Dəmir içli sarğacın maqnit təsirini zəiflədir, xeyr, əksinə gücləndirir. Maqnit sahəsi hərəkət edən yüklər tərəfindən yaradılır, doğrudur. Müxtəlif adlı maqnit qütbləri bir-birini cəzb edir, bu da doğrudur. Yəni, burada düzgün cavabımız 3 və 4 olacaqdır. 28 nömrəli sualımızla davam edirəm. Hansı ifadələr doğrudur? Biləcəyiz, maqnit sahəsinin induksiya xətlərinə
perpendikulyar istiqamətdə daxil olan elektron impulsu artarsa. İlk öncə radius impulsuna əlaqələndirirəm. R bərabərdir mv bölünsün qb düsturudur. Burada mv-yə bir p desəm, p bölünsün qb olmuş olacaqdır. Əgər burada impulsu artırıramsa, mütləq şəkildə radiusun da qiyməti artmalıdır. Biri 1-dir. Sonra fırlanma tezliyinə gəldikdə isə tezlik nü bərabərdir qb bölünsün 2pi m-dir. Burada əgər sürət yoxdursa, deməli impuls haqqında da hər hansı bir məlumat verə bilmərik. Yəni, fırlanma tezliyi dəyişməz. Davam edirəm 29 nömrəli sualımızla. Verilmiş müstəvi kondensatorun, yəni bizə burada C-ni sabit verir. C bərabərdir konstant. Verilmiş müstəvi kondensator sözünə əsaslanaraq. Gərginliyi deyir 2 dəfə artırsam nə baş verir? Elektrik tutumu gərginlikdən asılı olmadığına görə dəyişməz. Enerjiyaya gəldikdə isə W bərabərdir C U kvadratı bölünsün 2-dir. U-nu əgər 2 dəfə artırıblarsa, bu zaman enerji 4 dəfə artmış olar Y variantı. Yükə gəldikdə isə Q bərabərdir C U-la. Əgər U-nun qiyməti 2 dəfə artırsa, yükün qiyməti də mütləq şəkildə 2 dəfə artmış olar. Davam edirəm 30 nömrəli sualımızla. Ən sonuncu sualımızdır. Əgər bura qədər gəlmişsinizsə, kanalımızı bəyənib abunə olmağı unutmayın. İnduksiya xəttlərinə perpendikulyar istiqamətdə biznes maqnit sahəsinə növbə ilə elektron, proton və neytron daxil olur. Bu anda onların aldığı təcil hansı istiqamətdə yönəlmiş olar? Əgər birinci baxırıq nəyə? Elektron. Elektron olsa, şəkil əlimizin üstünü 4 barmaq sürət istiqamətində, bu zaman baş barmağımız bizə göstərir qüvvəni. Bu zaman baş barmaq bizə qüvvəni göstərsə, mənfi yük zərrəcikdə tapdığımızın əksini çeviririk, yəni aşağı doğru çevirmiş oluruq. Bu zaman aşağı doğru çevirdikdə, deməli birincisi mənfi yükdürsə, onda olacaqdır D variantı. Protona gəldikdə isə proton müsbət yükü zərrəcikdir. Eyni qayda ilə təyin edilir. Bir dənə burada əlimizi çevirmirik. O zaman yuxarıya olmuş olur, yəni Y variantı. Neytron isə elektrik və maqnit sahələrinin təsirinə məruz qalmır, yəni 0-a bərabər olmuş olar. Siz bunu bir növ çevriyə tamamlasaz, daha yaxşı gözünüzdə canlandıra bilərsiniz. Test B variantından olan suallarımızı da sizlər üçün izah etdim. İnşallah sizlər üçün faydalı olar.